kimisə işə götürürəmsə, xüsusən də tutaq ki, hər hansı bir özəl şirkətdir və hər hansı bir dövlət orqanının layihəsini işləyir və orada da konfidensial məlumatlar var, kodu belə konfidensialdır, yəni o resursun özü, database və s. Sən bir işə götürürsənsə, adətən birinci növbədə şəxsi tanıdığın adamı götürməyə çalışırsan. Yəni məsələn tanıyırsan ki, hə bu Elvindir. Mən bunu tanıyıram, ortaba normal adamdır. Hə bunu götürə bilər. Birinci gələn odur. Junior kimi də məsələn mənə tez-tez deyirlər ki, iş tapa bilmirəm. İş tapa bilməməyin əsas səbəblərindən biri network'ün zəif olmağıdır. Yəni zəifdir network'ün. Ətrafında tanış adamın yoxdur. Tanıdığın mən məsələn adam tanıyıram, çox yaxşı proqramçı iş tapa bilmir. Deyirəm LinkedIn-ə varsan, deyir yox. Deyirəm GitHub accountum var, deyir yox. Deyirəm Stack Overflow var, deyir. Sən hardan tanısınlar? Deyir vakansiya yoxdur. Yəni vakansiya çox az olur. Adətən position açılan kimi hamı referans eləyir. Bəli. Yəni birinci ağlına gələn tanıdığı adam olur. Çünki layihə önəmlidir.